Değerli dostlar, çok hörmətli Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ali Məclisinin və İdarə Heyətinin üzvləri. Bugün bax bu təntənəli toplantıya xoş gəlmişsiniz. Sağ olun. Toplantımızın əsas qayəsi, əsas səbəbkarı bizim İsveçdə yaşayan çox əziz, çox dəyərli dostumuz, çox hörmətli vətənsevər qardaşımız Hafiz bəy Hətamov. Hafiz bəy Hətamovun bugün doğum günüdür. Biz bu doğum günü münasibətilə Hafiz bəy Hətamovu təbrik edirik. Ona uzun ömür, can sağlığı arzuluyuruq və arzu edirik ki, Hafiz bəy tezliklə öz doğma ana vətəni Azərbaycana dönsün və bizimlə bir yerdə öz fəaliyyətini, öz mübarizəsini davam etdirsin. Həqiqətən Kəlbəcərə Qayıdış İctimai Birliyinin bax bugünkü fəaliyyəti, bugünə qədər gəlib çıxması, mübarizə yolunu şərəflə davam etdirməsinin əsas səbəbkarı olan dostlarımızdan biri də İsveçdə yaşayan çox qiymətli dostumuz Hafiz bəy Hətamovdur. Hafiz bəy Hətamov, dəyərli qardaşımız, bir daha sizi Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq, onun idarə heyəti və Ali Məclisi olaraq təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzuluyoruz. Biz bu təbriki deməli Şamaxı şəhərinin Pirqulu istirahət güşəsindən, mərkəzindən sizə göndəririk. Eşq olsun, bir daha təbrik edirəm sizləri. Vətəndə gözləyir. Hafiz Hətamovun sağlığına. Sağ olun. Hafiz bəy sağ olun. Sağ olun. Nuş olsun. Sağ olun. Nuş olsun. Sağ olun dostlar. Var olun, bülbül olun, qafəsdə olmayın. Sağ olun. Eşən bəy sağ olun. Ramiz, Hafiz Bey tebrik ederim. Ramiz Aziz Allah kardeşim. gitti kaldın burada. Güzel Hafiz kardeşim. Bey, Doğma tebrik ederim. kardeşim. Tebrik edirik əziz qardaş. Bak bu da benim kardeşim. Kardeşlerim. Hər birinin şərəfə. Biz onda senin sağlığına içirik. Hafiz Bey, Yılmaz Bey'in dediği gibi çok uzak menzilli bir insandır. Ondan çok böyle yol elemiyorlar. En itibarlı, en sedakatli, devletine, milletine, halkına sadık bir insandır. Yani onun ne vatanperverliği varsa devletçiliğin üstündür. Var olsun, Allah kömeği olsun. Sağ ol, sağ ol. Eşen Bey sağ olun. Good morning. Guten Morgen. Sen şey dilinde danışayım da İsveç dilinde. Doğrudan da qəşəng gedir. Qardaşlar, bilmirəm meşədən deyil. Sen imam Ramazan pomidorun birini Bakıda da sərətə girdik, belə getmir daha. Mamador götür, sələ. Mamador. Mamador, seçmə. Üstündə birini götür. Adil Bey, Hafiz Bey ne sözün var? Onun da bir teyeyim. Bir dənəsini yeyeyim. Bu yiyəcək hələ yeni deyil. Yok. Böyle istikti. Mən də çox dəyərli Hafiz bəyi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı arzuluyuram. İnşallah ki, Kəlbəcərli uzun bir ömür arzuluyuram. Ailə saadəti, ailə xoşbəxtliyi arzuluyuram. Və Allahdan arzu edirəm ki, Hafiz bəy və digər qürbətdə yaşayan həmvətənlərimiz müqəddəs vətənimizin inkişafı ilə əlaqəli, çiçəklənməsi ilə əlaqəli Azərbaycanımıza gəlsin, Kəlbəcərimizə gəlsinlər və orada daim yaşasınlar. Güzel. Bir daha Allah korusun Hafiz bəyi, Hafiz bəy Yılmaz müəllim dediyi kimi çox dəyərli, vətənpərvər, ilk növbədə vətənpərvər bir Azər övladdır. Güzel. Ad günü mübarək olsun. İnşallah ki, müqəddəs Kəlbəcərimizdə görüşək bir yerdə. Kebapçı Ramil Bey, senin sözün. Ama olsa uğurlar arzulayıram, ailə səadəti. Həmişə var olasan. O gün olsun qayıdıb gələsən, burada Nobatazada gedək bir yerdə. Koyun novatına, mal novatına. Hansını olsan. Ramil Bey, Hafiz Ramil Bey. kardeşimizi tebrik ederim. Yüz yaşasın. Sağlam olsun, insanlığa hizmet olsun. Vətənə dönsün Kəlbəcərimizdə. Gözəllik. Kəlbəcərimizdə quraq yaradaq. Gələcək Qəşəng. nəsillərə təbliğ edək Kəlbəcərimizi. Biz bugün qərara gəldik ki, gözəl dostumuz, qardaşımız, Ali Məclisin üzvü Hafiz bəyin ad gününü bu meşənin
içində, təbiətdə bir gözəl ayaqüstü belə gözəl yeyib-içməklə keçirdək. Hafiz bəy, sizə uzun ömür, can sağlığı arzulayıram. Sağ ol əziz qardaş. Sənin sağlığındır. Allah səni var eləsin. Sağ ol, var ol. İnşallah. Gəl Kəlbəcərə, Kəlbəcərdə günlərimizi bir yerdə Özdər keçirelim. bəy. Bəli. Düzülüdür, hazırdır. Talat bəy. Ama olsalam. Sen Əmoğlu deyəndə sən bura bax, başqa şey başa düşmə. o bilir mən əmoğlu Hə. deyəndə kimi nəzərdə tuturam. Xahiş elə müdaxilə eləmə. Təxribat törətmə. Hə, həmişə kimi sən müdaxilə edirsən. Amma o sağ uzun ömür can sağlığı. Kəlbəcərli günlər arzulayıram. Sənin apardığın o mübarizə, nə bilim Azərbaycan üçün çalışdığın o bəzi sosial mediada elədiklərin sənin halalın olsun. Yəni sən bu dövlət üçün, bu millət üçün əlindən gələni, hətta gəlməyəni eləyirsən. Var olsun. Biz hamımız bunu bilirik. Kaş ki elə mən də sənin kimi bu vətəni sevə biləydim. Mən də sevirəm, amma sizi kimi sevərdim. Bizi də yaddan çıxartmışlar. Sizin heç biriniz heç kimdən bir-birinizdən zəif deyilsiniz. Hə, Allah səni qorusun. Biz yenə öz torpağımızdayıq. Bir gün başımıza nəsə gəlsə, uzaqbaşı 300 kilometr o tərəfə gedəcəyik. Orada əbədi gedəcəyik. Amma uzaqda xaricdə olan Xahiş eləmə əbəddən danışma. Əbəddən danışma. Biz yeyib-içirik, biz yaşamaq mübarizə istəyirik. aparırlar. Vətənin çiçəklənməsi üçün mübarizə aparırlar. Onlar biraz uzaqdır. Elə bu da bir növ mühakimə. Hə, bir yumruq olaraq birləşməlidirlər. Oradan bütün o gücləri səfərbər eləməlidirlər ki, buradakı bu işlərimizi düzəldək. Yəni demək istəyirsən ki, xaricdəki qardaşlar, Azərbaycandan ora gedənlər, Azərbaycanın daha çox sayını artıran insanlardır. Onlar Azərbaycana gəlsin və onlarla birlikdə canımızı bu zalim rejimdən qurtaraq. Azərbaycanın sayı bu dəqiqə 10 milyondursa, əslində Azərbaycanda 5 milyon 5 əhali milyon. yaşayır. 13 milyon 13 kimdir? milyonu burada 2 milyonu nəsə. Hafiz sənə arzu edirəm ki, gələsən bu mübarizəni birlikdə burada. İnşallah. İnşallah davam elətdirək. Sənin kimi oğlanlarla fəxr edirik. Yəni xaricdə o olmasına, xoşbəxt yaşamasına baxmayaraq ürəyi bizim vətənlə döyülmüşsə. Hafiz bəy həmişə bizləndir. Hə, həmişə Bu gün də bizləndir. Deməli bu gün həmişə görürsən ki, sözün axırında oyunun deməli 2 dəqiqəsi, 5 dəqiqəsi qalmış. Hansısa bir güclü futbolçu axırda bir dənə qolu vurur da. O bizim də qol vuranımız da, bizim də axırda bizim qol vuranımız, qələbi aparan bizim Ali Məclisin sədri Elşən bəydir. Görə Elşən bəyimiz nə deyir? İnşallah hər şey yaxşı olar. Sağ ol, təşəkkür edirəm. Həbib bəy. Doğrudan da nə yaxşı görüşdük, nə yaxşı yenə. Bax, həqiqi yerinə düşür. Hafiz bəy, o gün olsun bu görüşlərimiz səninlə birlikdə də olsun. Səni doğrudan da Kəlbəcərə Qayıd İctimai Birliyi adından və Ali Məclis İdarə Heyəti adından təbrik eləyirik. Öz adımızdan təbrik eləyirik. Sənə uzun ömür, can sağlığı, ailə saadəti, sən istəyənlərlə, ətrafınla xoşbəxt həyat və arzuladığın müstəqil bütöv Azərbaycan. Gözəl. Eşq olsun. Və deyir, yaxşı yaman bilən gündən elin səsi səsim olub. Biri haqsız döyüləndə qəlbim əsim olub. Söyüddə var gəzməmişəm. Mən çoxlu var gəzməmişəm. Bircə tikə bəsim olub. Qoy bu tikəmiz həmişə şirin, dadlı olsun. Allah bütün Kəlbəcər sevərləri sənin ətrafında, sən başda olmaqla Azərbaycanımızdan həmişə daima bütövləşdirsin, birləşdirsin və bu yolda sənə də uğurlar arzulayırıq. Səni inşallah Kəlbəcərdə, Azərbaycanımızda gözləyirik. Elşən bəy, gör Hafiz bəy nə qədər gözəl insandır ki, baxmayaraq ki, xaricdə yaşayır, onun ad gününü dostları, əqidə yoldaşları, deməli, təbiət qoynunda, gözəllik bir yerdə, cənnət olan bir yerlərdə Azərbaycanımız hər yer cənnətdir.
və orada biz qeyd edirik. Hafiz bəy özünü tək hiss eləməsin. Yad hiss eləməsin ki, mən qəribdəyim. Qərib zat deyil, qardaş, sən qərib deyilsən. Əziz qardaşım, bax görsən sənin əhatəndə sənin biri var vətənsiz qərib, biri var vətəndə. sən bizimlə bir yerdəsən. Virtual olsan da qəlbimiz, ürəyimiz, yaddaşımız, əqidəmiz, məsləkimiz bir yerdədir. Ona görə də deyir ki, sən qəribsən, biz yetimiş. yox, biz məcburi köçkünüydü, o didərgindir. Hə, inşallah o da öz doğma Kəlbəcərinə, vətəninə gələr və indən belə də öz o gözəl Kəlbəcərimizdə, o cənnətimizdə yaşayarıq. Yılmaz bəy buyurun. Arzum nədir? Buyurun. Burada olan kişilər, Hafiz bəy də daxil. Mən onu arzu edirəm ki, biz layiq olduğumuz ləyaqətli, şərəfli həyatı yaşayaq. Bəli. Mən arzu edirəm ki, Hafiz bəy ləyaqətli kişidir. Vay, dostdur. ləyaqətli kişiyə Mən arzu canımız edirəm qurban. ki, Hafiz bəy gəlsin, bax o şərəfli, ləyaqətli həyatı biz bu mübarizə dostları bir yerdə yaşayaq. Yox, eyni zamanda da Maksim bəyimiz yoxdur. Maksim bəyim. İkisi bir yerdə birləşəndə çox böyük bir ordudur. Əbülfət Bakıdadır, o istəyəndə iki vətəndaşdır. Qatır gəlir bura, qatır gedir ora. Ama oradan da Maksim bəydir, Əbülfəz bəydir. Bizim Dəyərli kişilər. Bizim elə bir ki, bizim o istinad Manatlıq kimi. bizim dayaq nöqtəmizdir, Fransızdır, güvəncimizdir, Rusdur, bir bizim də İngilis. mübarizə dostlarımızdır. Yəni bu kişilərlə Yevrey. mən çox arzulayıram ki, Fransız, çox Yevrey, uzaq yolla gedəcəyik. Var olasın Eşq Yılmaz bəy. Eşq olsun, eşq olsun. Mən də Ramiz Abışov olaraq, Sağlamına qədər. mən də Ramiz Abışov olaraq bax bu xoşbəxtliyə nail oldum ki, bu günləri bizim qardaşımızın doğum günü ilə bağlı çəkilişi mən elədim. Demək olar ki, Eldar çörəyinə Moderator həmişə sənin. Bunun jurnalisti də mən oldum, təqdimatını verəndə. Amma bizim bu insanlarımız, əqidə insanlarımız elə gözəlliklə danışdılar ki, yəni ki, sanki bizim özümüz həqiqətən özümüzü Kəlbəcərimizə, elimizə, obamızda, Azərbaycanın hər yeri cənnəti. Hər yeri hamısı bizim yurdumuzdur, üçün əzizdir. hər yeri bizim vətənimizdir. Bu günlərdə Şamaxıdan bütün Kəlbəcərlərimizi salamlayırıq və yenə də qardaşımız, səbəbkar Hafiz bəy. Hafiz bəyə təşəkkür edirik ki, bizi Şamaxı torpağından bir Kəlbəcərliləri birləşdirdi və biz burada onun ad gününü qeyd etdik. Qəzənfər qardaşımızı da salamlayırıq. Ha. Növbəti tədbirlərdə Qəzənfər qardaşımız bizdən Qəzənfər bir yerdə qardaşımız olmağı bilirsən, Allah'tan Qəzənfər razı qardaşımız ürəyi bizdən idi, yaxın idi. O istəyirdi iştirak edən. Bugün Gəncədə həmişə xeyir işlər olsun. Biraz Çox istəyirik də nəsə bir Qəzənfər problem oldu, qardaşımıza getdi. da O da bizim Amma ürək bəzimiz, bizdən. həqiqətən. Yəni ürəyi bizdən olanlar hamısına Allah Çox can zəhmət sağ olsun. İnşallah ki növbəti görüşlərdə Ondan Qəzənfər Sən qardaşımız arışın yoxdur. bizdən Mən ha vaxt yemək yeyirəm, çəkilmər. Hə, Ülver bəy o sayədə Mütəxəssisdir. mütəxəssisdir. Deməli, Deməli, hansı video baxıram, mən ancaq yemək